Məsələn, Əyyub Peyğəmbər Allaha deyir ki, ilahi mən övladlarımı aldım, mən səbr elədim, ondan sonra xəstəliyə düçar oldum, mən səbr elədim, filan səbr elədim, indi də mənə dil yarası vururlar. Allah onun sağlamlığını da, övladlarını da ona qaytarır, amma bir söz deyir, Əyyub sən elədin, yoxsa mən kömək elədim. Allah bu qədər mənlə düşməndir ki, mən səbr elədim, mən filan, mənim yardımım oldu elədin. Ona görə yox ki, yenə deyirəm, Allah səni sındırsın, çünki bilir ki, nə bəla var bu mənim başındadır deyə, elə bil bəndələrinin qəlbini bu məndən qoruyur. Balaca cücərən kimi tez imtihan verir ki, o məni vursun ki, çünki təhlükəli yoldur. Mən təhlükəli bir mərhələdir, təhlükəli bir andır. İblis xislətidir. İblis xislətidir. Bu zarafat məsələ deyil. Deyəsəm, təkəbbür də bir pislikdir, yox, təkəbbür ana pisliklərdəndir. Mən xüsusi pisliklərdəndir, çünki iblisin şeytanı